İran İsrailə qarşı əks hücum planlarını icra etməkdə çətinlik çəkir. Global Info-az xəbər verir ki, bunu analitik Akşin Kərimov deyib. O bildirib ki, İran hələ də İsrailin zərbələrinə effektiv cavab verməyib. Stat: hadisənin başqa bir ayağına isə İraqa fokuslanmalarla baxa bilərik. İraqda İranın mövqeləri hələ də güclü olaraq qalmaqdadır. Ehtimal ki, İsrail ikinci mərhələdə İraqda öz rəqibinə meydan oxuyacaq, yəni burada əməliyyatlar keçirəcək. İranın İraqdakı proksi hərəkatlarının və hərbi hədəflərinin sıradan çıxarılması üçün düyməyə basılması an məsələsidir. İraq cəbhəsinin qızışması ABŞ-İsrail əlaqələri ilə birbaşa əlaqəlidir. Digər tərəfdən isə İranın İraqdakı nüfuz dairəsi Türkiyənin maraqlarına toxunur. Bu cəhətdən İraqda İsraillə İranın üz-üzə gəlməsi ssenarisi Türkiyə üçün uyğundur. Əgər İsrail prosesdən qalib çıxarsa, onda o İraqda digər rəqibi Türkiyə ilə üz-üzə gələn dinamikalara doğru gedəcək. Statın sonu. Ekspertlər bildirir ki, İranın hərbi reflekslərinin zəifliyi İsrailin növbəti addım üçün İraq cəbhəsini seçməsi ehtimalını artırır. Bu isə bölgədə güc balansının yenidən qurulması ilə müşahidə oluna bilər. Əziz izləyicilər, xəbərlərdən məlumat almaq üçün kanalımıza abunə ola bilərsiniz.